Salam, hər vaxtınız xeyir olsun dəyərli izləyicilər. Mən Tərlan Rəcəb Aliyev. Bu günləri sizlərə bu videoda Azərbaycan Respublikasının düzənliklərinin coğrafiyasını təqdim edəcəm. Düzənliklər ölkəmizin 40%-ni əhatə edir. Onlardan ən əsası, ən böyük Kür-Araz ovalıqdır. Kür-Araz ovalığı 6 dənə düzün birləşməsidir. Onların tərkibinə hansı düzlər aiddir? Qarabağ düzü, Mir düzü, Muğan düzü, Salyan düzü. Eyni zamanda Şirvan və Cənub-Şərqi Şirvan düzü. Bu düzlərdən Qarabağ, Mir, Muğan, Salyan, Kür-çayın sağında, Şirvan və Cənub-Şərqi Şirvan isə Kür-çayının sol sağında yerləşir. Bundan əlavə Mir düzü Kürün sağı, Araz çayı isə sol sahilindədir. Muğan düzü isə həm Arazın, həm də Kürün sağında yerləşir. Bu düzlərdən Salyan və Cənub-Şərqi Şirvanın Xəzərə çıxışı var. Muğan, Şirvan, Mir və Qarabağ isə Xəzərə çıxışı yoxdur. Böyük Qafqaz dağlarının şimal-şərqində yerləşən düzənliklər isə bunlardır. Qusar Mali düzənliyi, Samurdəvəç ovalığı. Samurdəvəç ovalığının şimal hissəsi isə Şollar düzü adlanır. Xəzərə çıxışı olan digər düzənliklərimiz isə bunlardır. Xızı ərazisində burada Yaşma düzünü görürsünüz. Abşeron yarımadasının sahilləri də həmçinin Xəzər sahili düzənliklərə aid edilir. Cənubda isə Talış dağları ilə Xəzər dənizi arasında ensiz Lənkəran ovalığı yerləşir. Bundan əlavə Böyük Qafqazın cənub yamacında Qanı-Qərçay vadisini görə bilərik. Mingəçevir su anbarının şimal hissəsində Xocaşin və Daşüz silsilə arasında Ajnohor düzü yerləşir. Burada eyni adlı tektonik mənşəli Ajnohor gölü də yerləşir. Gürcüstan sərhədində Kür-çayının hər iki sahilində yerləşən Qarayazı düzü yerləşir. Eyni adlı da qoruq mövcuddur burada. Bundan əlavə Kiçik Qafqaz dağlarından Kür-çayı arasında Gəncə-Qazax düzü yerləşir. Xüsusilə də bu düzün Tovuz rayon ərazisi Xunan düzü də adlanır. Araz çayının aşağı hissəsində, aşağı Araz boyu çökəklikdə 3 dənə düz yerləşir. Kəyən, İncə və Hərami düzü. Naxçıvanda isə Araz boyu mavi düzənliklər 7 dənədir. Bunlara 1. Sədərək düzü, 2. Şərur düzü, burada həmçinin 3. Böyük düz, 4. Naxçıvan düzü, 5. Gülüstan düzü, 6. Yayçı düzü, 7. Ordubad düzü yerləşir. Bunları bir daha qeyd etməyə çalışaq. 1. Sədərək, 2. Şərur, 3. Böyük düz, 4. Naxçıvan, 5. Gülüstan, 6. Yayçı, 7. Ordubad düzü. Kiçik Qafqaz dağlarında hündürlüyü 500-dən yuxarı olan düzənliklərimiz, yaylalar yerləşir. Bunlara Qubadlı tərəfdə Yazı yaylası, xüsusilə də Kəlbəcər-Laçın arasında isə Qarabağ vulkanik yaylasını qeyd edə bilərik. Düzənliklərimizi həmçinin tektonik zonalara uyğun qeyd etməyə çalışaq. Əvvəlcə xatırlayaq ki, ölkə ərazisində 5 tektonik zona var. Bunlardan Böyük Qafqazın şimal-şərqində Ön Qafqaz çökmə zonasıdır. Xəritəni bir qədər belli etsək daha uyğun olar. Təqribən bu isə. Daha sonra Böyük Qafqaz tektonik qalxma zonası, Kürdağ arası əyilmə enmə zonası, Kiçik Qafqaz tektonik qalxma zonası və Araz boyu mali çökmə zonası. Araz boyu cavab platforması da adlanır. İndi həmin tektonik zonalara uyğun düzənlikləri qeyd etməyə çalışaq. Ön Qafqaz çökmə zonasına uyğun gələn düzənliklərimiz Samurdəvəç ovalığı və onun şimalındakı Şollar düzü qeyd edə bilərik. Böyük Qafqaz tektonik qalxma zonasına Qusar Mali düzənliyin böyük bir hissəsi aiddir. Onun digər hissəsi Ön Qafqaz çökməsinə aiddir. Həmçinin Xızı ərazisindəki Yaşma düzü təxminən bu hissəyə uyğun gəlir. Eyni zamanda Abşeron yarımadasının sahilləri düzənliklər də Böyük Qafqaz tektonik qalxma zonasına aiddir. Düzənliklərin əksəriyyəti Kürdağ arası əyilmə zonasına aiddir. Bunlara əlbəttə ki, Qanı-Qərçay vadisi, Ajnohor düzü, eyni zamanda Qarayazı düzü, Gəncə Qazax düzü və Tovuzdakı Xunan düzü, həmçinin
Talış dağlarla Xəzər dənizi arasındakı Lənkəran ovalığı da məhz Kür dağ arası tektonik çökəklik zonasına aiddir. Eyni zamanda Kür Araz ovalığı və onun 6 düzü də bu tektonik zonaya aid ediləcək. Qarabağ, Mil, Muğan, Salyan, Cənub-Şərqi Şirvan və Şirvan düzü. Aşağı Arazboyu düzənliklər də Gəyininci Hərami məhz qeyd edəcək ki, Kür dağ arası tektonik çökmə zonasına aiddir. Kiçik Qafqazdakı yaylalar olan Qarabağ vulkanik yaylası və Yazı yaylası isə Kiçik Qafqaz tektonik qalxmasına aiddir. Arazboyu mali düzənliklərdən ilk 4 dənəsi Araz-Cavan platformasına aiddir. Yerdə qalan 3 dənəsi isə Gülüstan, Yayçı, Ordubad düzləri isə Kiçik Qafqaz tektonik qalxma zonasına aid edilir. İndi isə öyrəndiklərimizi təkrarlayaq. Az öncə qeyd etmədiyimiz düzənliklərdən Ceyrançöl də qeyd edək, məhz Gürcüstan sərhədində yerləşir. Bayaq qeyd etdiklərimizi indi təkrarlayıram. Ölkənin ən böyük düzənliyi hansıdır? Kür Araz ovalığı. Bu ovalığın hansı düzləri var? 6 ən düzü var. Bunlar hansılar idi? Daha yaxından baxaq. Qarabağ düzü, Mil düzü, Muğan düzü, Salyan düzü, Cənub-Şərqi Şirvan və Şirvan düzü. Bunlardan ən böyük hansıdır? Şirvan düzü. Şimala doğru hündürlükdə artır. Əlavə olaraq bu düzlərdən hansıların Xəzər çıxışı var? Cənub-Şərqi Şirvan və Salyan. Hansıların çıxışı yoxdur? Şirvan, Qarabağ, Mil, Muğan. Bu düzlərdən Kürün solunda yerləşən hansılardır? Şirvanlar. Şirvan və Cənub-Şərqi Şirvan. Deməli, Qarabağ, Mil, Muğan, Salyan isə Kürün sağındadır. Bu 6 düzdən hansı Kürün sağında, Arazın solundadır? Mil düzü. Kür çayının sağındadır, Arazın solundadır. Bəs hansı Kür və Arazın sağındadır? Muğan. Araz bu istiqamətdə axır, Sabirabadın su qovuşanda Kürə qovuşur. Bundan əlavə Xəzərə çıxışı olub da Kür Araz ovalığında yerləşməyən düzlər hansılardır? Şimaldan cənuba doğru deyəcəksiniz ki, Samurdəvəç ovalığı, Yaşma düzü, Abşeron sahilləri, həmçinin Lənkəran ovalığı. Böyük Qafqazın şimal-şərqində yerləşən düzənliklərimiz hansılar idi? Qusar mali düzənlik, Samurdəvəç ovalığı. Samurdəvəçin şimaldakı düz necə adlanır? Şollar düzü. Bu isə Şollar düzüdür. Gəlin qeyd edək. Şollar düzü. Kür çayının hər iki sahilində yerləşən düz necə adlanır? Qarayazı düzü. Qarayazı düzü eyni zamanda Gürcüstan sərhədindədir. Gürcüstan sərhədindəki digər düzənliklərimiz hansılardır? Ceyrançöl, bu isə də Ajnohur düzündə qeyd etmək olar. Həmçinin Qanı-Qərçay vadisində qeyd edə bilərik. Qanı-Qərçay vadisi eyni zamanda Böyük Qafqazın cənub yamacındadır demişdik. Daşüz və Xocaşen silsiləsi arasında yerləşən düzümüz hansıdır? Ajnohur düzü. Kiçik Qafqazın şimal-şərqində Kür çayı arasında yerləşən düzümüz hansıdır? Gəncə Qazax düzü. Bu düzün Tovuz rayon ərazisi necə adlanır? Xunan düzü. Aşağı Araz çökəkliyindəki düzlər hansılardır? Gəyən, İncə, Hərami düzü. Arazboyu mali düzənliklər hansılardır? Sədərək, Şərur, Böyükdüz, Naxçıvan, Gülüstan, Yayçı, Ordubad düzləri. Kiçik Qafqazdakı yaylalar hansılar idi? Yazı yaylası, Qarabağ vulkanik yaylası. Hansı düzlərimizin bir hissəsi dəniz səviyyəsindən aşağıdır? Təqdim edilən burada siz görürsünüz, tünd yaşıl rəng məhz dəniz səviyyəsindən aşağı olan ərazilər bildirir. Sərhəd olaraq mən burada sizlər üçün çəkəcəm. Diqqət edirsinizsə, məhz bu mavi xəttdən sağda qalan ərazilər dəniz səviyyəsindən aşağı olan ərazilərdir. Həmin əraziləri məhz Abşeron yarımadası sahibi o ərazilərdə də biz təqdim edə bilərik. Bu şəkildə. Beləliklə, həmin bu xəttdən sağ tərəf məhz dəniz səviyyəsindən aşağı olan ərazilərdir. Müvafiq olaraq Samurdəvəç ovalığı,
Yaşma düzü, Abşeron yarımadası sahilləri, Lənkəran ovalığı, həmçinin Kür-Araz ovanı tərkibindəki Şirvan, Mil, Muğan, Salyan, Cənub-Şərqi Şirvan düzü və bu əraziləri görə bilərsiniz. Qaldı ki, Qanı-Qərçay vadisi, Acnohur düzü, Gəncə-Qazax düzü, Ceyran-Çöl, Qarayazı düz, Gəyin-İnci Hərami düzü, Naxçıvandakı ərazi boyu düzənliklər dəniz səviyyəsindən yuxarıdır. Naxçıvanın ən aşağı hissəsi Ordubaddadır və burada 600 metrdir. Ümumi olaraq yadda saxlayın ki, Respublikamızın relyefi qərbdən şərqə doğru hündürlük alçalır, şərqdən qərbə doğru isə hündürlük artır. Testlərdə, məsələn, düzənliklər mütləq hündürlüyün artma ardıcıllığına görə düzün deyirlərsə, biz şərqdən qərbə doğru düzməliyik. Nümunə təqdim edirəm sizə. Məsələn, Mil düzü, Qarayazı düzü və Lənkəran ovalığının mütləq hündürlüyün artmasına görə düzmək istəsək, bu zaman daha şərqdə Xəzər sahilindəki Lənkəran ovalı mütləq hündürlüyü daha azdır. Artma ardıcıllığı ilə hündürlüyü azdan çoxa doğru düzməliyik. Daha sonra bir qədər qərbdə yerləşən Mil düzü və daha hündür olan isə Qarayazı düzü olacaq. Bu video izahımız bu qədər. Növbəti video izahının çəkilməsini istədiyiniz anlayışları rəylərdə qeyd edə bilərsiniz. Hələlik, sağ olun.